Bismillahirrahmanirrahim. Allahumma salli ala Muhammed ve ali Muhammed. Allahumma accel ve leyyekal fərəc. Məkasib kitabından 335-ci dərsi oxuyuruq. Keçən dərsimizdə mərhum Şeyx Murtaza Ənsari belə bir kəlmə buyurdu. Vəl-məşhur əl-mən'u mutləqa. Bilirsiniz ki, bəhsimiz rüşvətdən gedir. Və qeyd elədik ki, o qazi, o hakimi ki, pul alır, birinin əleyhinə hökm eləyir, birinin ləhinə, bu qazi, bu hakim haram iş görübdür. Və burada rəylər müxtəlif oldu. Rəylərin biri bu oldu ki, bir dəfə budur ki, hökm bağlı olub bir nəfərə, yəni təyin olunub bu qəzavət üçün. Bir dəfə budur ki, bu cür deyil, yəni bir şəxsə təyin olunmayıb. Mərhum şeyx buyurur, məşhur budur ki, mütləq şəkildə qazinin pul almağı rüşvətdir və haramdır. Mütləq şəkildə bu mənadadır ki, istəyir həmən şəxs qəzavət üçün təyin olunsun və yaxud təyin olunmasın. Mütləq şəkildə mən'idir, icazəli deyil. Bəl fi cami'ul məqasid da'van nəs vəl-icma. Bəlkə Mühəqqiq Kərəki Cami'ul Məqasid kitabında iddia eləyib ki, nəs və icma var ki, mütləq şəkildə hakimə haramdır rüşvət almağı. Və ləəlləhu mərhum şeyx buyurur, Mühəqqiq Kərəki ki, Cami'ul Məqasid kitabında belə buyurub, ehtimal var ki, ləhəmələl ehtiyac fir-rivayə ələl ehtiyac ilə nov'ihi. Biz keçən dərslərdə ki, oxuduq, imam buyurdu ki, ehtiyacun nas ileyhi li fiqhi. İnsanların ehtiyacı var o hakimə, o qaziyə. Çünki onun fiqhi var. O şəri məsələləri bilir və insanların da ehtiyacı var ona ki, məsələlərin ondan öyrənsinlər. O da cəmaatdan rüşvət alır və o şəri məsələləri deyir. Bu haramdır. Burada ehtiyacun nas ileyhi hara gedir? Qaziyə, hakimə. Mərhum şeyx də buyurur ki, bəs Cami'ul Məqasid kitabında ki, Mühəqqiq Kərəki deyib ki, icma və nəs var ki, mütləq şəkildə qazi bu pulu götürə bilməz, rüşvət götürə bilməz, haramdır. Bu rivayətdir ki, ehtiyacuz nas ileyhi, o belə məna eləyib bu kəlməni, ona görə belə deyib. Necə məna eləyib? O deyib ki, ehtiyacun nas ilə nov'i qazi, nov'i hakim. Nov'i hakim başqadır, şəxsi hakim başqadır. Bir dəfə budur ki, şəxsi hakim deyilsəydi, onda deyərdi ki, o qazi ki, xüsusi olaraq təyin olunub və ondan başqa hökm eləyən yoxdur, o da o istifadə eləyir vəzifəsindən və cəmaatdan rüşvət alır və hökm eləyir. Bu ondan şəxs olardı. Bir dəfə nov'i hakim
Odur ki, yəni insanların ehtiyacı var belə bir qazıya. Hala bu Əli olsun, Vəli olsun, Bəkir olsun, Zeyd olsun, fərqi yoxdur. Nov-i hakimə, nov-i qaziyə insanların ehtiyacı var. O vaxtı ki ehtiyacı var, o da gərək hökm eləyə, o da gərək şəri məsələləri düzgün şəkildə cəmaata deyə, nəinki rüşvət ala müqabilində. Belə olduğu təqdirdə, bəs rivayəti belə ki məna eləyib mühəqqiqi kərəki, ona görə də deyib ki, mütləq şəkildə istəyir qəzavət şəxsə bağlı olsun, istəyir o olmasın. Tutalım ki, bir şəhərdə bir dənə qazi var. İnsanların da ehtiyacı var ki, ona ancaq o hökm eləsin. O da rüşvət alır, hökm eləyir. Bir dəfə budur ki, bu cür deyil. Məsələn, şəhərdə neçə dənə qazi var. Bunun yanına getməsə, o birisinin yanına gedər. Onun yanına getməsə, o birisinin yanına gedər. Yəni, hər iki təqdirdə rüşvət almaqları haramdır. Və mərhum şeyx də buyurur ki, bu Camiül Məqasidin müəllifi Mühəqqiqi Kərəki də bu rivayətdə ehtiyacun nas ileyhi, yəni ələl ehtiyac ilə nov'ihi, yəni nov'i qaziyə insanların ehtiyacı var. Ona görə o sözü deyib ki, mütləq şəkildə haramdır və buna icma var və nəssi var. İkinci ehtimal da budur ki, Camiül Məqasid kitabının müəllifi ki, Mühəqqiqi Kərəki bu sözü deyib, وَلِإِطْلَاقِ مَا تَقَدَّمَ فِي الرِّوَایَةِ عَمَّارِ بْنِ مَرْوان مِنْ جَعْلِ أُجُورِ الْقُضَاة مِنَ السُّهْدِ. Ehtimal da var, Əmmar ibn Mərvanın rivayəti ki, qabaqda oxuduq, orada ki, buyurdu, qazilərin ücrəti, qazilərin aldığı o məvacib suhdudəndir. Suhd, yəni batildəndir. Bənaən əla ənəl əcr fəl-urf. Bu da bu rəyə əsasən ki, ürfüdə ücrət yəşməlu ələl-cul. Bu culə şamildir. Cul haqqında söhbət elədik. Cul, yəni əvəz. Yəni ürfüdə qazinin aldığı məvacib elə culə şamildir. Və in kana beynəhuma fərqun indəl mutəşərriə, baxmayaraq, mutəşərri, yəni müsəlmanlar, baxmayaraq əcrlə, yəni ücrətlə cuulun fərqi var müsəlmanların arasında. Ücrət müsəlmanların nəzərində odur ki, bir nəfər işləyə müqabilində bir şey ala. Amma cul isə odur ki, üçüncü tərəf onu qərar verir. Məsələn, 2 nəfər müsabiqə eləyir, üçüncü şəxs bir pul verir, ona deyirlər ki, cul. Bu, belə deyək, artıq müsəlmanların nəzərində fərq budur. Amma bir rəy də budur ki, ücrəti cula şamil eləyək. Deyək ki, elə ürfüdə cul, yəni ücrət. Belə olan təqdirdə hakim ki, o əvəzi alır, o pulu alır, hökmün müqabilində bu olur haram, bu olur rüşvət. Və ehtimal da var ki, elə və rubbəma yəstədillu aləl-mən, bəziləri də istidlal eləyirlər mənə, mən, yəni budur ki, hakim bu əvəzi götürə bilməz. Biz səhihəti İbn Sənan, İbn Sənanın səhihə rivayəti ilə. İbn Sənanın rivayəti hansıdır? Budur. Qalə suilə Əbu Abdillah əleyhissalam. Deyir ki, İmam Sadiq əleyhissalamdan sual olundu ən qazin, qazi haqqında. Beynə fəriqeyn, bir nəfər ki, qazidir, iki
dəstənin arasında hökm eləyir, qəzavət eləyir. Ya'xuzu ələl qəza ər-rizq. Bu qazi o qəzavətə görə onlardan rizq alır. Onlardan deyəndə yəni sultandan rizq alır. Rizq yəni ruzi. Ya'xuzu ələl qəza ər-rizqu minəs sultan. Sultandan o qəzavətin müqabilində öz dolanışığı üçün rizq alır. Onun hökmü nədir? Bu İmam Cəfər Sadiqdən sual olundu. Qalə İmam Cəfər Sadiq əleyhissalam buyurdu, zalikə suht. Həzrət buyurdu ki, o pulu ki sultandan alır, o suhtudur, o batildir. O qəzavətin müqabilində, o hökmün müqabilində aldığı pul suhtudur, haramdır və batildir. Və mümkündür də bu rivayətlə istidlal olunub ki, qazi, hakim qəzavətin müqabilində mütləq şəkildə rüşvət almağı haramdır. Əgər alsa rüşvətdir və bu icazəli deyil. Bu da bir ehtimaldır, bu rivayətlə istidlal eləyiblər və lakin mərhum şeyx buyurur və fihi. Belə bir rivayətlə istidlal eləmək işqallıdır, amma işqalı nədir? İnşallah gələn dərsimizdə bu barədə danışarıq. Elhamdülillahi Rabbil aləmin.